Dostlar, deməli 3 dənə hərbi hissəyə gəldik. Görürsünüz ki, corablarımız çox qalıb. Çünki corablar bəzi hərbi 3 dənə hərbi hissənin içində də vardı. Amma indi gedəcəyimiz yerdə məsəl üçün corab yoxdur. Yəni artıqlaması olan hərbi hissələrə corab göndərməyin mənası yoxdur. Ona görə məsləhətləşib göndərsəz yaxşı olar. Məsəl üçün görürsünüz, burada 500 bir sırada 500 dənə corabdır. 500, 1000, 1500, 2000 dənə corab var. At paltarlarını görürsünüz. Yəni 3 dənə hərbi hissənin nə lazımdır? Məsələn 200 dənə istəyirlər, mən 500 dənə verirəm. Hamısına verilibdir. Buradakı şirniyyatlarda görürsünüz, şirniyyat o qədər göndərilib ki, şirniyyat o qədər var. Görürsünüz, gələn şirniyyat demək olar ki, biraz götürüldü da, maşında qalıb. Yəni hər şey var da, snikesləri. Snikes və şirniyyat. Buradakı ki, tibbi ləvazimatlardır, demək olar ki, görürsünüz, bahalı bitlərdir. Bu bintin biri 1 manatdır. 2 dənə balaca kutu elə 400-500 manat. Yəni onları da vermişik. Sular da çoxdur. Buradakı 4-cü hərbi hissəyə verəcəyimiz şeylər, siqaretlər. Burada 10 min kutu siqaret var. Hələ bir 20 mində paylamışıq. Yəni ona görə məsləhətləşə verək ki, yəni lazım olan yerə verək. Məsələn, elə yer var yoxdur, elə yer var çoxdur. Məsələn, elə yer var corab yoxdur orada, amma elə yer var çoxdur. Ona görə məsləhətləşib göndərsək yaxşı olur. Yəni sabahda inşallah növbəti istiqamətlər gəzirik. İndi 3 dənə hərbi hissəni gəzirik, növbəti hərbi hissələrə gedirik. Oldu, hələlik dəstək olun, hər kəsə təşəkkür edirəm.